Sən 10 dənə elədin. Hə, skoşda geçsin. Yok bir dənə. Hə, alar. 5 tane çıxara. Çıxarım 5 dənə. O tamamdır İzzət, 10 dənə. 7 manat. Tamam, 5 dənə çıxar onu. Tamam, o bıraxsın dağılacaq. Narahat olma, də özləri çıxaracaq. Ver mənə, mən tuttum. Yeni sifarişimizdir. Bunu da veririk inşallah. Xaçmaz rayonudur. Hə, səliqəli yerləşdi. Çox sıxlam edəcək. Hə? Ya yerləşəcək olmağına. Orada at, hə. 2 dənə sən atsın. Ehtiyatla ehtiyat, hə. 22 yarım oldu da bunlar. 450. Hə, bu 10 dənə də qoy. Hə. Yo, arasına ehtiyac yoxdur, hələ bura qoy. Hə, qoy. Necə istəsəm də gözünə müqayət ol. Bağla. Xeyirli olsun. Qardaş, gedin gələm də mən. Hayır, sağ olun, hamımız. Birinci sütlərini çıxartıram da, qoy, biraz pul verim sana. Yo, sonra. Verim də biraz Orada sütlərini verim. çıxartıram da. Allah, sütləc bağından şey çıxartıram, bağdan borç 100 manat verməz. Hə, 100 manat dedi, xırda xuruşla söhbət eləməyib. İndiki sifarişi göndərdik inşallah. Bir də burada yoldaşlar var. Onları da yoluna salaq. Onlar da geçsin. İndi gedib əkimi göstərəcək mehmangilər necə kəcəklərsə. Birinci dəfə bağ salanlarla biraz daha həssas yaxınlaşırıq. Çünki belə deyim, görməyiblər göz necəklir o birisi. Ona görə hər kəs üçün xeyirli olsun inşallah. Salam aleyküm əziz bağbanlar. Mehman qardaşın yerində ikinci gündür. Əkim davam edir gördüyünüz kimi. Gəldik bura baxaq. İndi qalan yarımçıq nə sifariş qalıbsa onlarda həlləyəcək. Burada əkilir. İndi yoldaşlar istirahətə çıxıb. Etap əkilir. Sonra sulanması olacaq. Bir dəfəyə bütün bağın tingini bir gündə çıxarıb verə bilərik. Özüm eləmirəm ki, kökləri hava çəkməsin, etap göndərir ki, onlar da əkə bilsin, nəzərə götürə bilsin. Çalışın, siz də tingçilik nə ilə danışın ki, yəni sifariş verəndə. Düzdür, küçük qüvvəsi çox olsa, bir dəfə əkib çıxmaq olar. İndi bu yoldaşlar özləri yavaş-yavaş əkmək istədi, mən də dedim olsun, problem yoxdur. Sulamanı da ki, əkən kimi mütləq elətdirin. Burada gördüyünüz kimi sulayıblar. Bunlar dün əkəndən sonra. Sağ ol, çox sağ ol, gəlirəm. Burada gördüyünüz kimi sulanıblar. Göstərimizdə. Sulama mütləq eləyin. Telini də sonra eləyəcəklər. Telini də sonra olunacaq. Əsas basinkalar vurulub. Sual verirlər, gələn il eləyə bilərikmi basinkanı? O da olar, o da heç bir problem yox. Birinci ili üstündə meyvə yoxdur, lap ikinci il olsun. Üstündə meyvə yox, bir şey yox. O barədə narahat olmayın, özünü avtomatik saxlayır. Qalıb ki, gizirlan telsiz də öcə əkirlər. Düzdür, hərkən mən immeni demirəm ki, apar ək. Bir də əkən bağbanlar var. İnşallah ki, yaxşı olacaq. O nəticə, onlardan da sınaqları nəticə alacaq. Bunlar da sulayıblar hamını. Gün sonu nə qədər yer əkilibsə hamı sulanır. Köklərini də dezinfeksiya eləyirik. Orada aparat var. Elə əkilir. Dezinfeksiyanı da keçən dəfə videoda göstərmişik. Kulunkalarını da açmaq lazımdır. Haydi, rizaq getirəcək edim bura. Kulunkaları açmağı göstərəcəkdim.